Belə doğrayıb 180 derecede qızdırılmış sobada üzeri tam qızarana kimi pişirirəm. Baxın, belə qızarıb pişib. İndi isə başqa bir qabda 1 xörək qaşığı kakao, 1 xörək qaşığı üzr istəyirəm, plitka şokolad rəndədən keçirdirəm. Əgər sizdə kakao, acı kakaodsa 1 xörək qaşığı şəkər pudrası da əlavə etmək lazımdır. Əgər sizdə şirin Nesquik kakaosudsa elə kakao ilə bəs edir. Məndə acı kakaodur, ona görə üzərinə 1 xörək qaşığı şəkər pudrasını da əlavə edib qarışdırıram. 5 dəqiqə artıq keçdi. Paxlavamız soyudu və isti paxlavanın üzərinə soyuq şərbəti hər tərəfə gələcək şəkildə